Salam əziz dinləyicilər. Bugünkü dərsimiz Microsoft Word proqramının 11-ci dərsidir. Dərsi keçid etmədən öncə dinləyicilərimizdən xahişimiz odur ki, kanala abunə olsunlar, dəstək olsunlar ki, bizdə də dərslərin paylaşımı ilə bağlı motivasiya yaransın. Bugün bizim Word-ün son dərsidir. 11-ci dərsimiz Word proqramının son dərsidir. Bundan sonra inşallah keçid edirik Excel proqramına. İndi isə keçək dərsimizə. Bugünkü Word-ün son dərsimizdə biz Vid panelini keçəcəyik. Vid rus dilində nə deməkdir? Görünüş deməkdir. Yəni bizim Word proqramının görünüşünü bu paneldə mən sizə izah edəcəyəm. Nələri dəyişmək olar, nələri əlavə etmək olar, nələri ləğv etmək olar. İndi isə keçid edirik panelimizə. Bax, bir dəqiqə açıq olan pəncərə bizdə adi rejimdədir. Burada aşağıda qeyd olunub, mouse'la göstərirəm. Aşağıda qeyd olunan boz rejim adi rejimdir və burada qeyd olunur. Rus dilində buna razmetka stranitsi deyirlər. Yəni, adi standart rejimdədir. Bu rejimin digər rejimlərdən fərqi nədir? Birinci onu izah edəcəm sizə. Bax, biz burada gördüyümüz kimi şaquli və üfüqi xəttkeşimiz var bizim. Bu rejimdə görsənir hər ikisi. Daha sonra düşürük aşağı, məsələn, şəkil. Şəkil görsənir bizdə bu rejimdə və şəklin rəngi görsənir. Daha sonra, burada Word dərs 11 yazmışam. Bu ada fon əlavə edmişəm göy rəngdə. Bu rejimdə bunu biz aydın şəkildə görə bilirik. İndi isə o bir rejimlərdə fərqi nədir bu adi rejimdən? Onları keçəcəyim sizə. Və burada nə yazılıb? Rejim çiteyni, oxuma rejimi. Oxuma rejiminə klikləyirik, bizim qarşımıza belə bir pəncərə çıxır. Bu pəncərədə nə formadadır? Biz klaviaturada sağ-sol işarələrlə dəyişib oxuma rejimindən istifadə edə bilərik. Və burada gördüyünüz kimi oxuma rejimində şaquli və üfüqi xəttkeş ləğv olundu bizdə. Bu sadəcə olaraq oxuma rejimidir deyə. Bundan çıxış etmək istəyiriksə, eskapı basırıq, ya da ki, aşağıda oxuma rejiminə keçirik. Oxuma rejimini ləğv edirik. Aşağıda bunu basırıq, oxuma rejimi ləğv olunur. Necə elədik? Rejim çiteyni, aşağıda bax, burada görürsünüz, kitab formasındadır, rejim çiteynidədir. Gəlirik bunun yanına, razmetka stranitsaya klikləyirik, adi rejimə keçirik. Daha sonra, bunun yanında web dokument var. Web rejimi. Yəni, biz Chrome-a daxil olanda, hər hansısa bir xəbər saytına daxil olanda nə formada açır? Bax, bu rejim də həmin formada göstərir bizə, həmin formanı açır. Kliklədik buna. Bax, indi fərqi bundan ibarətdir. Oxuma rejimində nə şaquli, nə üfüqi xəttkeş bizə göstərilmirdi. Adi rejimdə, razmetka stranitsa rejimində bizdə hər iki xəttkeş görsənirdi. Amma web dokument rejimində sadəcə olaraq üfüqi xəttkeş görsənir bizdə. Şaquli xəttkeş isə ləğv olunur. Bu da ki, bizdə web-sayt kimi açılan rejimdir. Şəkillər necə lazımdır o formada qeyd olunur. Yerləri fərqli olsa da, bizdə ekran böyüyüb, bax, ona görə oxuma rejimindən keçmişik deyə, oxuma yox, web dokument rejimindən keçmişik deyə. Okey, bu rejimi bağlayırıq, keçirik adi rejimə. Daha sonra, burada var struktura rejimi. Struktura nədir? Klikləyək. Bu strukturaya klikləyəndən sonra bizə əlavə bir dənə panel açılır. Bu panel də əsas panel sayılır. Niyə görə əsas panel sayılır? Görürsünüz, biz demişdik bundan qabaqdakı dərslərimizdə ki, əsas panellərimiz burada qeyd olunan panellərdir. Önə düşən panellər ən əsas panellərdir. Bu kənarda boz rəngin içərisində görsənən panellər isə əlavə panellər gedirdi bizdə. Hal-hazırda struktura bölməsi paneli bizdə əsas paneldir ki, boz formatda yox, adi formatda göstərir bizdə. Bu rejimdə nələr edə bilərik biz? Məsələn, üstünlüklərini seçirəm, klikləyirəm buna, mövzu kimi göstərir. Bunu bizdə mövzu kimi göstərir. Mən bunu əlavələr edə bilərəm, ləğv edə bilərəm. Hər hansısa, məsələn, belə deyək də, biz
vid bölməsini öyrənirik, panelini öyrənirik. Yazıram məsələn burada vid və aşağıdan qeyd edirəm ki, bunlar. Bu panelə bunlar daxildir. Vid nə gedir burada? Mövzunun adı gedir. Burada da üstünlükləri məsələn mövzunun adı kimi götürdüm. Mən primer olaraq götürdüm. Aşağıda da bunun haqqında nədir mənası? Üstünlükləri var, bu deməkdir. Bu panellər var, bu əlavələr var. Daha sonra burada var pakazat dokument. Hansı ki bu dokumentdəyik biz. Bura sazlaq eləyə bilərik, hər hansı burada. Mən məsələn əlavə elədim bura, aşağı düşürəm. Üstünlüklərinə məsələn əlavə eləyirəm. Hər hansı bir söz yazıram, düşürəm aşağı, hər hansı bir söz əlavə eləyirəm buna mənalar. O fikir verirsiniz, hamısı böyük hərflə yazılır. Bunlar başlıqlardır, başlıqlar gedir. İndi isə Ctrl-Z ilə bundan qabaqki dərslərimizdə öyrətdiyim kimi geri qayıdırım. Aha. Buradakı vstavitdir, yəni yerləşdiririk, hardansa kopirovat edilmişik. Bu rejimdən çıxmaq istəyiriksə, biz zakrit rejim struktura klikləyirik bura, bu rejimdən çıxırıq. Yəqin ki, bu rejim sizə aydın şəkildə izah olundu. Sonra, bunun altında çernovik rejim var. Qaralama. Azərbaycan dilində qaralama deməkdir. Adi gözünüzü qabağına kağızı getirin. Qaralama nə formada olur? O formadadır. Adi adət kağızdır, qaralama kimi göstərilirsə, oxuma rejiminə yaxın rejimdir bu. Amma oxuma rejimində bizdə üfüqi xəttkeş görsənmir. Bu rejimdə isə görsənir. Tək fərqi bundan ibarət. Daha sonra qaydırıq adi rejimə. Fokuslanma rejimi var burada. Fokuslanma rejimi. Gəl klikliyə, praktiki olaraq göstərim mən sizə. Kənarları qara saxlayır, ortanı ağ. Biz fokuslanırıq mətinə. Bu mətində, bu dokumentdə nə yazılıb, oxumaq istəyirsə rahat şəkildə. Kənarlar bizə məşğul olmasın deyə oxuma rejiminin fokuslanmasını bu panel bizə verir. Ləğv eləmək üçün də escapla ləğv edə bilərik. Daha sonra. Bu da oxuma rejimidir. Bundan fərqi odur, indi daxil olaraq göstərək sizə. Bax. Birincidən elə bunu açdıq, bunu bağlayaq. Deməli, burada bizdə bir neçə rejim var. Bu USCI rejimdir. USCI nədir? Sıx rejimdir. Yəni, balaca formada göstərmənə, adətən belə şeirlər yazılır bu formada. Balaca formada göstərdir, mənə oxumaq rahat olsun. Bu formada istəyirsiniz, qoya bilərsiniz oxuma rejimi. Biraz bundan daha geniş formada qoya bilərsiniz. Sredni, orta formada qoya bilərsiniz. Görürsünüz, mərkəzləşdirib bizim üçün bu formada qoya bilərik. Bir də ki, şiroki formada qoya bilərik. Bu da ki, elə oxuma rejimini, web oxuma rejimi necə edir? Bu da elə o formadadır. Yəni də, üfüqi xəttkeşimiz yerindədir. Daha sonra, gəldik buna adi rejimə keçirdik. Aha. Bu fonlardır. Biz fonu nə rəng istəyirik? Məsələn, sizə hansı fonda oxumaq daha rahat gələr? Məsələn, mənə qara fonda daha rahat gəlir oxumaq, aydın şəkildə. Hərflər, rəqəmlər ağ rəngdə görsənir, fonum isə qaradır. Və ürəyiniz istəyən fonu buradan seçə bilərsiniz. Sizin gözünüzə uyğun, fokuslanmanıza uyğun rəng seçə bilərsiniz. Bu rejim nəyi göstərir? Bir dənə sətri, bax, bir mətndə bir sətri oxumaq istəyirsiniz. Biz necə kitab oxuyanda barmağı qoyub uşaq vaxtında, bilmirəm, bəlkə də indi də oxuyanlar var. Barmağı qoyub belə oxuyuruq, sətri, abzaslı itirməyək deyə barmağı qoyub oxuyuruq. Bu, bax, o rejimi göstərir. Bax, o rejimdə aşağı düşürük, bax, buradan. Aşağı düşürük, bir-bir düşür. Hər sətirdən bir-bir aşağı düşür, oxumaya şərait yaradır. Və ağ fonda fokuslayır ki, bizim üçün oxuyacağımız mətin buradan ibarətdir. Okey, daha sonra. Burada isə 3 sətri göstərir bizə. 3 sətir bölür, rahat şəkildə oxumaq üçün. Burada isə 5 sətri bölür. Bununla da ləğv edirik. Daha sonra, yaşlı adamlar üçün, görməsi zəif olan adamlar üçün belə bir rejim var bizdə.
interval gedir adı. İnterval nə deməkdir? Hərflərin bir-birindən biraz məsafəli şəkildə yerləşdiriblər ki, rahat şəkildə oxusunlar. Bax, burada sıxdır. Məsələn, biz oxuya bilirik rahat şəkildə. Yaşlı insanlar var ki, eynəkdən istifadə eləsələr belə, kompüterdə oxuyanda çətinlik çəkirlər. Bu rejim onlar üçün yaradılır. Klikləyirik bu rejimə. Bax ki, verirsiniz, bir sənəddən başqasına keçmək üçün. Rahat şəkildə məsafə verilib arasında, intervallar var. Ona görə də adı interval gedir. Klikləsi ləğv edir. Bu slog isə, slog nə deməkdir? Heca deməkdir. Heca isə uşaqlar üçün oxuma rejimidir. Məsələn, biz bunu klikləsək, görürük ki, bizim üçün hecaya bölür. Windows. Sonra, indi Azərbaycan dilində burada səhvlər yaranır, ingilis dilində tam olaraq hecaları bölür. Amma Word proqramı, bundan qabaqki dərslərdə də izah eləmişəm ki, sizə Word proqramı Azərbaycan dilində mətnləri, yazıları biraz zəif dərk edir, zəif götürür. Amma ingilis dilində, rus dilində normal şəkildə əmrlər bizdə icra oluna bilir. Bunu da bildiniz, bu əmr hecalara bölür. Məsələn, bax, yerləşən olmalıdır. İndi burada qoymayıb da, yenə deyirəm, Azərbaycan dilində tam deyil. Bax, məsələn, bu sözü düz edir. Panel, 2 dənə sahib var deyə ona görə düz edir. Bəlkə. Aha, ləvlədir. Bu da proses uslu. Bu nə deməkdir? Ucadan səsləndirmək deməkdir. Panel ISTIF idealunu. Burada kesintiyeler siyah. Azərbaycan dilində yenə deyirəm, çox gülünç formada səsləndirir bunu. İngilis dilində, rus dilində isə səlis formada səsləndirə bilir. Bu bölməni bağlamaq istəyirsə, buna klik edir. Vəssalam. Daha sonra. Bax, bu düz formadadır. Yuxarıdan aşağı, bax, xətt də görsənir. Yuxarıdan aşağı düz formada olan formatdır. Horizontal, bax, bu elə bir ki, belə deyək də, şaquli formadadır, dokumentin səhifəsi. Bunu klikləsək isə üfüqi formada yaranır. Üfüqi formada kitab formatında yaranır. Bax, mən bura keçid eləsəm növbəti səhifələrə, biz görəcəyik ki, kitab formasında keçidilir. Bax, keçirəm, aşağıda qeyd olunur, bax, onu. Keçirəm və yaxud da, bax, burada ox işarəsi var, onu. Keçid edirəm, elə bir ki, kitab oxuyursunuz. Bax, bu formadadır. Bu rejim bu formaya yayılır. Bu rejim ləğv eləmək istəyiriksə, növbəti şaquli formata qaytarır. Bayaq deyildim mən sizə, bayaq dediyim kimi xəttkeş var idi bizdə. Xəttkeşi buradan ləğv eləyib, buradan əlavə eləmək olur. Bax, xəttkeşi əlavə elədim, ləğv elədim. Məsələn, damadama dəftərlərimiz var idi, riyaziyyat, adətən riyaziyyat və yaxud da texniki fənlərdə keçiləndə lazım olan dəftərlər. Bu onu göstərir, bu setka. Ki, verdiniz, riyaziyyat dəftəri formatına salır bizim üçün mətnimizi, dokumentimizi. Ləğv elədik bunu da. Üzərində basanda klikləyəndə ləğv olunur. Bu isə naviqasiyadır. Naviqasiya nə deməkdir? Məsələn, mənə lazımdır bu mətndən, bu faylımdan hər hansı bir söz. Məsələn, Windows lazımdır mənə. Bax, avtomatik olaraq tapır mənim üçün. Və yaxud da nə lazımdır deyək. Avtomatik olaraq tapır. Ləğv eləmək üçünsə X-i klikləyirik, ləğv edirik. Qayıtdır mətnin başına. Oblast naviqasiyada göstərdim mən sizə. Daha sonra maştabdır. Maştab nə deməkdir tərcümədə? Ümumiyyətlə, mətnin maştabı, ölçüləri. Bu ölçünü biz tənzimləyə bilərik. Ən aşağı, məsələn, Word-də bilirik ki, ən aşağı miqyas, maştab 10%-dir. Ən yuxarı isə 500%-dir. Bax, burada da qeyd olunur. Bax, mən indi bir dəqiqə böyütmək istəsəm, bunu akmen eləyək. Mən bir dəqiqə böyütmək istəsəm, maksimum 500 böyüdə bilərəm. Bax, ki, verdiniz 500. Minimum isə 10% balacalata bilərəm. Standart rejimdə budur. Bu standart rejimə bax, belə tutub dartanda mausu tam olaraq getirməyə bilərsiniz. Çətinlik çəkə bilərsiniz. Onun üçün də bu maştabın yanında 100% yazılır. 100%-ə klikləyirəm, avtomatik olaraq mərkəzləşdirir. 100% formatını getirir. Bizim üçün ən uyğun olan rejimə getirib çıxardır. Daha sonra, bu maştabın içində nələr var?
Bax burada qeyd olunub 75%, 100%, 200% qoya bilərik. Və şirina üfüqi və yaxud da şaqili məsafələri qeyd edə bilərik burada və yaxud da ən minimal formayı gətirə bilərik. Məsələn, buna vurdum, ok elədim, ən minimal formayı gətirir mənim üçün 10%. Bir yaxud dediyim format var idi. Bax burada qeyd olunub 10%. Bunun üçündür. İndi isə geri qaydırıb 100% deyirik. Mətnimiz qayıdır əvvəlki variantına. Daha sonra adına stranisi nə deməkdir? Bir səhifə. Mətni bir səhifədə yerləşəcək qədər göstərir bizə. Bax, bu səhifə yoxdur. Tam olaraq bir səhifəni oxuya biləcək formatda göstərir bizə. Təbii ki, bu uyğun rejim deyil. Sadəcə olaraq deyir ki, yəni bir səhifəni tam olaraq görmək istəyirsənsə gözün qarşısında bu rejimdən istifadə edə bilərsən. Və yaxud da tezən qayıtıraq bunu 100%. Neskopi stranisi. Bir neçə səhifəni bir səhifə kimi yan-yana düzməyi göstərir bizə. Vərvələdik burada 100%-ə qaytardı. Bu da elə bir yaxud dediyim kimi böyüdür ekranı tam olaraq 179% gedir bunun faizi. Paşirina stranisi tam olaraq böyütür. Ekranın ölçüsünə qədər böyütür bizim üçün. Bu elə bir növ oxuma rejiminə uyğun gələn rejimdir. Oxuma rejimindən fərqi ondan ibarətdir ki, burada xəttkeş görsənir. Şaqili və üfüqi xəttkeş görsənir bizdə. Yenidən qayıtırıq 100% masştabımıza. Sonra Novi okna bilirsiniz nə deməkdir? Bu faylı təzə bir mətndə yaratdı. Bu o demək deyil, təzə bir Word faylı yaratdı. Bax, burada nə yazıldı? Word dərs, burada 10 yazmışam. Word dərs 2 yazılıb, bax, bu 2. Biz aşağı düşəndə görəcəyik ki, Word dərs əslində 1 idi bir yaxud ki. Bizim üçün avtomatik olaraq ikincisini yaradır. Bu onu bildirir. Upravlение. Üzr istəyirəm. Daha sonra, bax, burada qeydləmişik ki, bir neçə faylımız varsa, Word faylı açıqdırsa, bunu basanda alt-alta düzür. Bunu basanda 2 hissəyə bölür, bax, bu formada. Bunlar da ki, standart rejimlərdir. Digər pəncərəyə keçməkdir, bax, Word 2-yə keçdim. Makros da ki, qısa yol yaratmaqdır. Zapis makros verirəm, məsələn, burada qısa yol yaradıram, klikləmə şəklində. Yarattım mı? Dabavit. Okulədim. Söhbət salam. Burada məsələn hər hansısa bir sözü seçirəm. Belədir. Burada sözü seçdim. Gəlirəm qlavniya. Böyütürəm. Altından xətt çəkirəm. Yama olsun. Okey basam. Avtomatik olaraq əlavə olundu bizim üçün. Və salam, bugünkü dərsimiz bu qədər. Dinlədiyiniz üçün təşəkkür edirəm. Növbəti dərslərdə görüşərik. Növbəti dərsimiz təbii ki, Excel-dən başlayacaq. Növbəti dərsdən Excel-ə başlayacaq. Sağ olun, çox sağ olun.